Əlimdə də necə lazımdır proteinim. Zulal ehtiyacımı qarşılamaq lazımdır. Ona görə də harda oluram olum, mütləq şəkildə əgər zulal ehtiyacım yaranırsa da protein içirəm yəni. Döşə verilmiş deyəcəydim. Hisə verilmiş döş ət aldıq, filə aldıq. Hansı ki vaxtımız olmayanda yemək üçün və adi kolanın 100 qramında adi kolanın yox quşladım, bir yana saxla. Normal həyat rutini olan bir insansınızsa da birinci növbədə bizim üçün ən vacib olan makro qida elementi zulaldan başlayırıq. Zulal dedikdə burada ət, toyuq, balıq, yumurta və bitki tərkibli zulallardan danışa bilərik. Sözün açığı bu ət tərkibli, yəni heyvan mənşəli zulallardan ət də yesəniz, balıq da yesəniz, toyuq da yesəniz xüsusi bir dəhşət dərəcədə fərq eləmir. Sadəcə balıq yesəniz omega 3, omega 6 kimi tərkibində sağlam yağlar olur balığın, ətin tərkibində kreatin olur, toyuğun da tərkibində bəzi vitaminlər var ki, onları bədəninizə qəbul edə bilərsiniz. Yəni nəticə etibarilə zulalın aldığımızın çox da böyük bir əhəmiyyəti yoxdur. Heyvan mənşəli zulallardan söhbət gedir. Mən bir çox hallarda belə əti bu formada alıram. Bunu steak kimi hazırlayıram air fryer'da. Yəni yağsız, duz istifadə edirəm, yağ istifadə edirəm. Air fryer'da bunu yaxşı sobada bu formada alıb steak formasında bişirirəm. Belə hazır götürmüşkən almışam əlimi bunu götürmək istəyirəm. Və yaxud da salmon var, hansı ki bu balıq dedikdə biz balığın filesini nəzərdə tuturuq. Bu salmon məsəl üçün çox yaxşıdır. Burada endirimli olanlar da var. Onlardan da baxa bilərsiniz, ala bilərsiniz. Bunların tərkibində yüksək miqdarda zülal var. Və yumurta. Mənim rasionumda mütləq şəkildə yumurta olur. Hər gün demək olar ki, yumurta yeyirəm. Təbii ki, çalışıram. Əgər çəki atma dönəmindəyəmsə də yumurtanın miqdarında biraz daha çox yeməyim. Çünki yumurtanın sarısında yağ olduğu üçün sarısını çıxardıram. Ancaq belə adi böyümə dönəmindəyəmsə də xüsusi bir çəki atma kimi bir hədəfim yoxdursa da yumurtanın sarısını istifadə edirəm. Sarısında bu arada vitaminlər daha çox olur, nəinki ağında. Sözün açığı filə yeməkdən biraz bezmişəm, amma yəni çox rahat hazırlanır. Demək olar hər karbohidratla bir yerdə istifadə etmək olur, yəni yemək olur. Ona görə də filə də götürəcəm. Bu formada qablaşdırılmış toyuq filesini götürürəm. Yəni zulal baxımından ətlə demək olar ki, eynidir. Dad baxımından da yəni xüsusi belə toyuq üçün ölü bitmirəm, amma yenə də dediyim kimi dəyişiklik olmağı məqsədi ilə bir gün toyuq yeyirəm, bir gün ət yeyirəm, bir gün balıq yeyirəm, dəyişdirirəm yəni. Amma bu böyük faiz etibarilə daha çox heyvan mənşəli zulallar olur. Yəni bitki mənşəli zulallar da olsa belə rasionumda çox olmur. Daha çox heyvan mənşəli zulalları yeyirəm. Bir də baxın bu formada isə verilmiş toyuqlar sabun və yaxud da Rosko. Yəni firmanın fərqi yoxdur. Bu formada isə verilmiş toyuqlar istifadə etmək olar. Əgər vaxt sıxıntısı yaşayırıqsa da, əgər yemək bişirməyə və yaxud da motivasiyamız yoxdursa da, bu tərz isə verilmiş toyuq filesini zulal mənbəyi olaraq yəni bunu istifadə edə bilərsiniz günün istənilən vaxtında. Növbəti zulal mənbəyimiz, baxın burada artıq biz toyuq aldıq, deməli ət aldıq, zulal mənbəyi olaraq döşə verilmiş deyəcəydim. Hisə verilmiş döş ət aldıq, filə aldıq, hansı ki vaxtımız olmayanda yemək üçün və yumurta aldıq. Abad yumurtası. Bu yumurtaların düzü çoxsu mağaza yumurtasıdır, yəni əsl kənd yumurtası deyil. Nənəm mənə rayondan göndərəndə onu görürəm də, yəni fərqini. Qırırsan yumurta həqiqətən də qataq formada olur. Belə bunların çoxsu mağaza yumurtasıdır, amma yenə də yumurtamızı aldıq. Növbəti zulal mənbəyimiz nə ala bilərik? Biz ala bilərik tunes, ton balığı. Burada endirimdə var məsəl üçün. Zeytun yağında 4.49. Porsiyası nə qədərdir? 160 qramlıq ton balığının tərkibində təqribi 30 qram zulal olacaq. 100 qram toyuğun tərkibində 24 qram zulal var. 160 qram tunesin tərkibində isə təqribi 30 qram zulal olacaq. Belə, yəni tunes isə bizim rasionumuzda ola bilər. Bişirməyə vaxt ayırmırsınız, hazırdır. Bunun mütləq şəkildə yağını süzün. Yəni zeytun yağı yazılır, amma mən çox da belə inanmıram zeytun yağı olduğuna tərkibini, tərəddüd edirəm biraz. Bu ton balığının zeytun yağında olan versiyasıdır. Siz və yaxud da ton balığını suda ala bilərsiniz. Baxın, bu formada üzərindən light yazılıb suda. Bunun tərkibində yağ olmur, süzə bilərsiniz suyunu və istifadə edə bilərsiniz. Həm də ton balığı bu baxımdan yaxşıdır ki, onun tərkibində omega 3, omega 6 kimi yağlar da var. Bu baxımdan da istifadə eləmək olar və salatlarda ton balığı həqiqətən də yaxşı alınır salat düzəldəndə. Ona görə də mən şəxsən həftə ərzində 2 gün, 3 gün ton balığı yeyirəm yəni. Zeytun olmazsa olmaz, abşeron fərqi yoxdur, hansı olur olsun. Yaşlı zeytun mən dadını çox sevirəm və səhər yeməklərində yumurtanın yanında alıb yəni istifadə edə bilərsiniz. Mən də yeyirəm, çox faydalıdır və dadı da yaxşıdır yəni. Ona görə bir dənə zeytun götürürük. Və gəldik bitki mənşəli zulallara.
Sözün açığı, gündəlik zülal ehtiyacınızın 30%, 20%-ni siz bitki mənşəli zülallarla qarşılaya bilərsiniz. Hətta makaronun tərkibində belə zülal var, yulafın tərkibində zülal var. Yəni o da zülaldır. Mən özüm də fərqli olması üçün və yaxud da belə deyək, dadını bəyəndiyim üçün bəzi bitki mənşəli zülalları rasionuma əlavə edirəm. Məsəl üçün bunun ən yaxşılarından biri qırmızı lobyadır. Düzdür, bunları bu formada almaq biraz bezdiricidir, çünki bunu bişirmək çox vaxt tələb eləyir, biraz çox zəhmət tələb eləyir. Konserv halında alıram mən əksər hallarda. Misal üçün elə bayaq ton balığı almışdıq. Konserv formasında həm qırmızı lobyadan, həm tuna balığından falan belə mix eləyib axşamlar vaxtım olmayanda yeyə bilirəm, yəni yeyirəm. Və yaxud noxud deyə bilərik, bitki mənşəli zülallardan biridir noxud. Alıb istifadə edə bilərsiniz, qaynada bilərsiniz və yaxud dediyim kimi konserv formasında ala bilərsiniz. Və yaxud da yaşıl mərci, hansı ki burada gördüyünüz kimi yaşıl mərci də bitki mənşəli zülalda hesab olunur və ağ lobyada istifadə etmək olar. Düzdür, buradakıların heç-birini mən almadım, çünki bunların çoxsunu qaynatmaq lazım, bişirmək lazımdır. Mənim də vaxtım olmur, amma konserv formasında yəqin ki birazdan alacağam. Zülal hissəsini məncə bitirə bilərik, çünki burada artıq həm heyvan mənşəli, həm bitki mənşəli, demək olar hər şey dedim sizə. Növbəti yəqin ki keçərik karbohidratlara. Bir çox insan makarona biraz barmaq arası yanaşır. Belə deyək, xəmir mənşəli bir qida olduğu üçün düşünürlər ki, makaron yemək adamı kökəldir. Amma bu çox bəyaz yanaşmadır. Makaron gündəlik kalori tələbatınızı aşmadığınız təqdirdə heç vaxt sizi kökəltməz. O da bir enerji mənbəyidir və tərkibində hətta zülal belə var və hətta makaronun glisemik indeksi aşağı olduğu üçün qana daha gec qarışır. Ona görə də makaron yeməkdə yəni belə bir problem yoxdur. Təbii ki, Instagramda story'də paylaşmışdım. Çalışıram keyfiyyətli makaronlara üstünlük verim. Azdan alıram bir çox hallarda, amma azdan almadığım vaxtlarda belə burada gördüyünüz kimi Barilla'nın makaronlarını alıram. Makaron alanda cəmi bir şey diqqət eləyin. Onun arxasını çevirin. Burada yazılır 100 qramında nə qədər zülal var. Əgər o makaron 100 qramında 12 qramdan daha çox zülal varsa, həmin makaron keyfiyyətli hesab olunur. Yəni istehsalı daha keyfiyyətli hesab olunur. Barilla'da misal üçün 14 qramdır. Yəni 100 qram Barilla'nın makaronunda 14 qram zülal var. Yəni az miqdar deyil. İndi 100% soruşan olacaq ki, hansı makaron alaq? Barilla'nın hansını alaq? Nömrə 13. Mən bunu daha çox bəyənirəm. Və yaxud da bunu alıram. Vurğulu olan Barilla'nı alıram. Amma yenə də zövq məsələsidir. Dadını bəyənirəm, yəni növünü bəyənirəm. Ona görə də fərqi yoxdur. Yəni siz də istəsəniz bundan hər hansısa birini alıb istifadə edə bilərsiniz. Makaron aldıqsa əgər mütləq şəkildə ketçupla danışmaq lazımdır məncə. Ümumiyyətlə ketçup istifadəsi hər zaman soruşulur. Mən düzü çox sevmirəm ketçupu, amma sevənlər də var bilirəm. Ketçupun tərkibində bir şəkər olur. Məsələn, Heinz götürək. Burada bizim süfrənin şəkər əlavəsiz ketçupu var. Yəni dietik hesab olunur əslində bu. Amma şəkər əlavəsizin belə tərkibində şəkər var. Məsələn, arxasını çevirib baxıram mən 100 qramında 14,76 qram şəkər karbohidrat var. Yəni bu karbohidrat əslində şəkərdir. 100 qramında 14 qram təqribi şəkər var. Şəkər əlavəsizdir sadəcə, şəkərsiz deyil. Şəkərsiz ayrı bir sözdür, şəkər əlavəsiz tamam ayrı bir sözdür. Yəni bu o deməkdir ki, əlavə olunmuyor. Amma yenə də bizim süfrənin bu dietik ketçup olmasın, lap bu olsun. Baxaq görə bunda nə qədərdir? Bunun 100 qramında 25 qram şəkər var. Təbii ki, şəkər az olduqca hər hansı bir qidanın onun kalori dəyəri daha aşağı olur. Bu baxımdan yanaşsaq, bizim süfrənin bu şəkər əlavəsiz ketçupunu istifadə etmək daha yaxşılar. Amma bu təbii ki, əgər siz yarış hazırlaşmırsınızsa da, əgər gündəlik normal həyat rutini olan bir insansınızsa da, məncə bu qədər detay getmək biraz mənasızdır. Yəni adi ketçupdur, alın, onsuz yəqin ki, hamısını yeməyəcəksiniz də bir dəfiyə. Ümumiyyətlə, nə yiyirsə yiyin, burada önəmli olan şey miqdardır. Əgər gündəlik 10 qram, 15 qram ketçup yiyəcəksinizsə də, heç bir problem yoxdur. Yəni, fərqi yoxdur, nə yiyirsə yiyin, miqdara daha çox önəm verin, nəinki yediyiniz şeyə. Çünki kalori daha vacibdir. Və duz, ən vacib şeylərdən biri. Bir çox insan duz yemir, bilmirəm niyə. Fikirləşirlər ki, duz yemək onları kökəldə bilər. Amma duz çox vacib bir elektrolitdir. Belə deyək də, duzsuz qidalanmaq həm sağlamlıq baxımından səhvdir, həm də duz olmasa əzələniz inkişaf edə bilməz, yəni. Həm də vizuallıq baxımından yanlışdır. İndi biraz belə marketinglə bağlı bir şey demək istəyirəm. Məsəl üçün, burada Himalaya duzu var gördüyünüz kimi. Bunlar biraz düşünürəm ki, marketing hilələridir. Duz duzdur, yəni Azər duz yediniz və yaxud da Himalaya duz yediniz, bədəniniz üçün çox qlobal bir fərqi olmayacaq bunun. Ona görə də belə şeylərə çox da belə takılmağınız lazım deyil. Əgər normal bir insansınızsa da, yəni gündəlik belə deyək də, öz işində, gücündə, idmancı deyilsinizsə də, profesional görmürsünüzsə də bu işi, yəni bu qədər detallarda boğulmaq lazım deyil. Alın bir dənə normal Azər duz, yodlu duz yeyin geçsin. Elə mən də Azər duz istifadə edirəm, elə adi duzdur. Götürürəm, qoyuram qabıma. Mən də profesional atlet deyirəm, mənim də xüsusi belə yaraşma hədəfim yoxdur, bir şeyim yoxdur. Ona görə də
adi bir duz alıram, istifadə edirəm, bu qədər. Çay bölməsindəyim, amma baxıram bayaqdan arıqlama çayı yoxdur burada. Bu arıqlama çayları nə söhbətdir? Valla buna çox insan inanır. Hətta belə çox inanırlar. Sil-biləkdən inanırlar. Heç bir çay, heç bir içki, heç bir detoks suyu, heç bir maye belə deyək də sizi aralada bilməz. Bunu artıq beyninizdən silib atın. Ola bilər bəzi çayların tərkibində, məsəl üçün yaşıl çayın tərkibində deyək, kafein var. Yəni, o kafein sizin biraz yağ yandırma periyodunuzda sizə kömək edə bilər. O prosesi biraz daha sürətləndirə bilər. Amma tək çay üçün mən arıqlıyım, belə şey yoxdur. Buna psixoloji inana bilərsiniz, amma yəni iş cəhətdən, effektivlik cəhətdən heç bir işə yaramır. Mən çay çox sevən bir insan deyiləm. Mən daha çox kofe içirəm. Kofedəki belə kofelər məsəl üçün istifadə eləmirəm, çalışıram belə üyüdülmüş kofelər. Kofe demək olmaz. Bu bilmirəm. Yəni çalışıram bunlardan istifadə eləməyim. Hətta bəzi insanlar kofe adından gedir, üçü bir arada alır, maq kofe, belə şeylər, şirniyyatlı kofelər alırlar. Onlar ümumiyyətlə heç yaxın getmək lazım deyil. Nəinki vizuallıq, sağlamlıq baxımından belə onlar insanın düşmənidir. Bunlar da kofe sayılmır. Yəni bunlar 100 dəfə üyüdülür, 100 dənə prosesdən keçirilir, sonra bu hala gətirilir ki, yəni o kofenin dəmləmə prosesi daha asanlaşsın, onun üçündür. Mən çalışıram daha çox normal kofe shoplardan americano və yaxud da latte və yaxud da dekaf, yəni kafeinsiz kofelərə üstünlük verim, oradan içim. Amma belə kofelər də içmirəm. Çay da çox içən bir insan deyiləm. İçəndə də yaşıl çay içirəm, yəni belə qara çay içmirəm. Amma qara çay da içmək olar. Bu kofe, çay insanı arıqladır falan, bu söhbətləri yığışdırmaq lazımdır. İnsanı bir şey arıqladır, o da kalori defisidir. Və yağ. Bu arada bir şey deyim, bugün həftənin bazar günüdür. Amma mən istirahət eləmirəm, sizin üçün video çəkirəm. Siz də mənim üçün zəhmət olmasa videonu like eləyin və kanalımıza abunə olun ki, bu tərz videoların mənə davamını çəkim. Həyat müştərəkdir, hər şey qarşılıqlıdır. Ona görə də utanmıram belə deməyə. Videonu elə indi saxlayın və like edin. Yağ deyəndə Azərbaycanda ağla iki şey gəlir. Qarğıdalı yağı və kərə yağı. Amma yağ çeşidi çox boldur. Hətta siz yediyiniz çərəzlər belə yağ mənbəyidir və yaxud da avokado. Məsələn, mən səhərlər avokado istifadə edirəm demək olar ki, hər gün. Avokado da yağ mənbəyidir. Və yaxud da zeytun yağı mənim gündəlik yağ ehtiyacımı qarşılayan əsas yağ mənbələrindən biridir. Burada önəm verməli olduğunuz məqam onun Rivera yox, ekstra virgin olmağıdır. Yəni zeytun yağının üzərinə baxın. Onun üzərində yazılır ya Rivera Oil ya da Extra Virgin. Yəni Extra Virgin sızma zeytun yağı deməkdir. Burada misal üçün Extra Virgin Borges sızma zeytun yağı. Bu xarici brenddir və yaxud da Azərbaycan burada yerli brendlər də var. Amma belə gördüyünüz kimi yerli brendlər də var. Abşeron var və yaxud da digər yerli Azərbaycan brendləri var. Amma mən daha çox xarici brendlərə üstünlük verirəm. Ona görə yox ki, onlar pisdir. Sadəcə bunlar biraz daha yaxşı olduğunu düşünürəm. Düzdür, hər ikisi zərərlidir. Hər ikisini istifadə eləmək düzgün deyil. Amma burada sağlamlıqla bağlı mən heç bir tövsiyə vermirəm. Burada bizim danışdığımız şeylər vizuallıqla bağlıdır. Düzdür, mən çox sevmirəm dadını və yaxud da belə deyək də bunun fəsadlarını bildiyim üçün gündəlik ümumiyyətlə istifadə eləmirəm kola. Amma istifadə eləmək istəyənlər də istifadə edə bilər. Təbii ki, burada yenə miqdar önəmlidir. Siz gündəlik 4 litr, 5 litr kola içməyəcəksinizsə də elə bir banka kola zero içməyinizdə heç bir problem yoxdur. Millət, məncə bu qədər bəsdir, bu qədər kifayətdir. Demək olar ki, bir çox şeydən danışdıq. Təbii ki, danışmadığımız nüanslar da oldu. Onu onsuz belə deyək, zaten bir video sığışdırmaq qeyri-mümkündür. Onda gərək videomuz 1 saat çəksin. Mən istəyirəm ki, belə 15 dəqiqəlik, 10 dəqiqəlik qısa-qısa lakanik məlumatlar verdiyim və nələri yediyimlə bağlı, yəni belə kasıb biraz səbət oldu. Çox da belə şey yoxdur, 4-5 dənə şey var. Belə lakanik məlumatlar verməyə çalışdım. Dediyim kimi, bu videoların ardı olacaq. Bəzən müəyyən bir büdcə müəyyənləşdirəcəyik. Həmin büdcə ətrafına nələr ala bilərik. Çünki hər kəsin imkanı bir olmur. Yəni bəzi insanların hətta buradakı sadə şeyləri belə almağı imkanı çatmır. Ona görə müəyyən bir büdcə müəyyənləşdirəcəyimiz vaxtlar olacaq. Məsəl üçün 50 manatlıq həftəlik bazarlıq və yaxud 100 manatlıq bazarlıq. Təbii ki, idman edən insana söhbət gedir. Yəni sözümün canı, bunların davamı gələcək. Sizdən gözlədiyim şey təbii ki, videonu bəyənib, kanala abunə olub bizə dəstək olmağınızdır və şərh hissəsində bizlə istədiyiniz şeyi bölüşə bilərsiniz, suallarınızı verə bilərsiniz və yaxud da videonun içərisində sizə aydın olan və yaxud da olmayan nüansları videonun şərh hissəsində yaza bilərsiniz. Belə, məncə artıq yekunlaşdıra bilərik. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.